Bu günləri evdə TV stend yığılır. İlk öncə lazım olanları almaq üçün yollanırıq Yevrahoma. Bu mağazada dekor üçün daraqlara baxdıq. Mən taxta teksturalı daraq istəyirdim. Onu da deyim ki, daraqlar hər rəngdədir. Darağı 55 manata aldıq. Sonra gəlirik panellərə baxmağa. Panellər çox tünd rəngdə idi. Mən açıq rəngdə istəyirdim. Yollanırıq Zirvə dekor mağazasına. Burada həm listurlar, daraqlar və panellər var idi. Paneli isə bu mağazadan aldıq. Paneli 60 manata aldıq. Dedik bura qədər gəlmişkən keçək Keşlə bazarına da baxaq. Papamla keçirik balıqlara baxmağa. Papam qulançara baxır. Biraz meyvə tərəvəzə baxıb bazarlıq eləyib və gəlirik evə. Evə gələn kimi də ustalar başlayırlar TV stendi yığmağa. Burada ölçünü götürüb darağı kəsib divara yapışdırırlar. Mən bu modeli Pinterestdən götürmüşəm. Bu da aşağı hissələrdir. Bizdə daraq L şəklində olacaq. Burada artıq taxtalar vurulur, yavaş-yavaş yekunlaşır. Ustalar işlərini görərkən mən də keçirəm mətbəxə, onlara yemək hazırlamağa. Toyuq ləvəngisi hazırladım. Bəh, nar kimi qızarıbdı. Təbii ki, ləvənginin yanında olmazsa olmazı aşda qoymuşdum demə. Gəlirəm ustalara baxmağa, artıq panelə keçiblər. Belə bir sadə gözəl paneli seçmişdim. Paneli vurandan sonra üz qabığını soyurlar. Ustalar gedəndən sonra mən də gəlirəm otağa tozlarını götürməyə, toz sıranlayıram və TV stendin davamı olacaq. İzləmədə qalın. Hələlik.